Salam əziz izləyicilərim, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə çələng turşusu hazır edəcəyik. Gördüyünüz kimi bütün ərzaqları yuyub, təmizləyib buraya düzmüşəm. İçinə gedən ərzaqlar köç, çuxundur, sarımsaq, dənəstiyot, kələm, cəfəri, gülkələm, bir də labrador yarpağı. Birinci başlayırıq kələmimizi doğramağa. Mən çox xırda doğramayacağım. Orta elini doğrayacağım. Kələmimizi doğradıq, indi isə keçirik kökümüzü doğramağa. Kökümüzü də doğrayıb qırağa qoyduq, indi çuxundurumuzu doğrayırıq. Mən belə uzun soğuk formada doğrayacağım. Orta ölçüdə. Bütün ərzaqlar doğrandı. İndi isə qabımıza yığacağıq. Birinci mən içərisinə sarımsaqlar əlavə edəcəm. Biraz dənəstiyot. Cəfəri. Bu arada cəfərini doğramağa qoyduq. Qaydayla içərisinə tökürük. Sonra gülkələmimizi kökümüzü çuxundurumuzu kələmimizi əlavə edirik içərisinə. Bu qaydayla hər birini üst-üstə yığırıq. Kələm turşusunu yığdıq, üzərinə isə labrador yarpağı qoydum. Təzədən yenə dənəstiyotdan əlavə edib cəfərisini üst hissəsinə də əlavə elədim. Bir qabın içərisinə 3 litr su, 6 xörək qaşığı iri duz, 1 stəkanda istəyin ölçüsü 200 ml sirkə, üzüm sirkəsi əlavə etdim. Həmən suyu turşumuzun üzərinə tökəcəyik. Suyumuzu əlavə elədik. Bu arada su kran suyu olmalıdır. Gördüyünüz kimi üstünə çıxır. Rəngi də çox gözəl, qıpqırmızıdır. Ağzını kip bağlayıb qoyuruq, qaranlıq yerdə saxlayırıq. Arada bir qarışdırırıq ki, bir-birinin dadı bir-birini keçsin. Artıq xanımlar 10 gündür. Kələm turşumuz hazırdır. Dadı isə çox möhtəşəmdir. Duzu, hər bir şey yerindədir. Baxın, necə qoymuşuqsa o formadadır. Baxın xanımlar. Bu formadır. Dadı isə xırtıltılı. Hazırlayan hər kəsə nuş olsun. Kanalıma abunə olmayı, videolarımı bəyənməyi və zınqrov işarə açmağı unutmayın. Hələlik.